Dəyərli şagirdlər, mən sizə 181-dən sonra TOEFL testini izahını verəcəm. Bu 9-cu sinif TOEFL testidir, zamanlardır. Baxın, indi biz nəyə? Yet baxırıq. Yet indiki bitmiş zamanın sualında və inkarında cümlənin sonunda işlənir. Doğru cavab olur A variantı. 182-yə baxıram, yenə sual işarəsi verildi və yet veribdi. İndiki bitmiş zamanda və şi ilə də biz həz veririk. Doğru cavab B variantıdır. 183-ə baxıram, yenə yet veribdi bizə. Yet veribdi, nə gözəl. Bizə nəyi işarə edir? Bizə deyir ki, mən indiki bitmiş zamanam. Və biz indiki bitmiş zamanda did keçmişdi. De, don't indiki sadədir. Weren't yenə bu indiki davam edici. Arriving keçmiş davam edici. İndiki davam edici. Qalır A variantı. 184-ə baxıram. 184-də yenə yet var. Yet hansı zamandır? Yet indiki bitmiş zamandır və olur A variantı. Haven't studied. 185-ə baxıram, yenə yet veribdi mənə. Yet veribdisə, yet hansı zamandır? Yet indiki bitmiş zamanın sualında və inkarında işlənir. Və sual işarəsi olduğuna görə demək ki, sual cümləsidir. Have cümlənin əvvəlinə keçir, olur C variantı. Daha sonra gəlin baxaq digər 186-cı sualımıza. 186-cı sualda da yenə bizim baxıram ki, just veribdir. Just ümumiyyətlə just da already-dir. Bunlar indiki bitmiş zamanda işlənən zaman zərfidir və mən təkcə just soccer verə bilmərəm. Bura have has olmalıdır. Ümumiyyətlə aynı anda have işlənir. A getdi. B variantı doğru cavabdır. C variantı soccer'dır. Bunun yəni ümumiyyətlə qaydalı feili play'dir, id almalıdır. Participle to-ya keçməlidir. C getdi. D ümumiyyətlə was davam edici zaman verib nə əlaqə? Ümumiyyətlə just davam edicidə işləmir. Just bitmişdə işlənir. Yəni belə deyim ki, indiki bitmişdə işlənir. Getdi. Və E variantı E-də davam edicidir. İndiki davam edicidə getdi. Daha sonra 187-yə baxıram. 187-də dostlar baxırıq nəyə? Already veribsə, already indiki bitmişdə işlənir. İndiki bitmişdə biz have has işlədirik. Have has üstə gəlsin participle to. A variantı getdi. C variantı baxıram ki, was already it veribdi. Mən ümumiyyətlə have verməliyəm. Have eaten. C getdi. Bura əm veribdi. Əmizar indiki sadə zamanın davam edicisində işlənir. Amma burada ümumiyyətlə indiki bitmiş kimi götürmək istəyiblər. Olmaz. D variantı burada eaten olmalıydı. D-də yəni eaten, yəni B-dəki formasında olmalıdır. Doğru cavab B variantıdır. Daha sonra baxıram 188-ə. 188-də mənə nə istəyir? Yenə məndən düzgün formanı istəyir. Baxın, ümumiyyətlə already-dir. Daha sonra nevədir, evədir. Köməkçi ilə əsaslı feilin arasında işlənir. Və mənim doğru cavabım olur D variantı. A variantında səhv nədir? A variantında səhv odur ki, şi ilə has işlənir. Have işlənmir. Və burada təkcə already veribdir. B-də ona görə səhvdir. C-də mən ümumiyyətlə was finished verə bilmərəm. Və yaxud da E variantı is already verə bilmərəm. İndiki bitmiş have has-lə olur. Və şi ilə də has işlənir. 189-a gəlin baxaq. Twice veribdir. Deməli dostlar, twice a week desəm indiki sadə zamanda. Amma təkcə twice versəm indiki bitmiş zamanda. Və Z ilə də mən işlədirəm have. Doğru cavab A variantı. Have participle to. Yəni qaydalı feilin sonuna id artırırıq. Digər quruluşları da izah edirəm təbii ki. B variantında ümumiyyətlə already veribdir. Bu təkcə already olmaz, yanlışdır. C variantı yenə were. Yəni were, misal üçün mən tutalım were watched verirəmsə, misal üçün deyirəm. Bu olur keçmiş sadə zamanın məhculu. Amma mən təkcə were verirəmsə, bu keçmiş sadə zaman olur. Və yaxud da ki, were watching verirəm, bu davam edici zaman olur. Amma ümumiyyətlə mən bitmişi were ilə verə bilmərəm. İndi R ilə verə bilmərəm. Bitmişinki nədir? Have has-dir. Yəni Z ilə də has işlənmir də, have işlənir. Doğru cavab A variantı olur. 190-a gəldik. Yenə digər tərəfə baxıram ki, but I still don't understand. Lakin hələ də deyir, mən anlamadım. İndi baxıram A variantında. My teacher already explained this topic. Mənim müəllimim artıq bu topiki, yəni bu mövzunu izah elədi. Lakin mən hələ onu başa düşməmişəm deyir. A variantı olarmı? Olar. Götürə bilərik. Müəllimim də təkdə deyə olur has. B variantında already verirəmsə indiki bitmiş zaman verməliyəm. Burada indiki bitmiş zaman yoxdur. B getdi. C variantı was keçmiş davam edici zamanın mən indiki bitmiş zamanın zaman zərfini işlədə bilmərəm. C də getdi. D variantı. Müəllim təkdir, teacher təkdədir. Mən have verə bilmərəm. Has verməliyəm.
E variantı da deyir ki, müəllim izah eləyəcək. Allah ki, mən hələ başa düşməmişəm. Yəni müəllim belə deyək, izah elədi. Yəni izah eləyəcək. İzah eləmədən sən necə başa düşməmisən? Elə bir şey olarmı? Yox. Deməli, bizim düzgün cavabımız olur A variantı. 191-ə baxaq. 191-də baxaq indi. Yenə already veribdir. Already veribdir. İndiki bitmiş zaman verməliyik. Ancaq mən we ilə has işlədə bilmərəm. A getdi. B variantı təkcə already verib olmaz. C variantı were indiki bitmiş zamanda işlənmir. Mən qalıram D ilə N arasında və mən participle to verməliyəm. Qaydalı feillər idi, qaydasız kökündən dəyişir, 3-cü formaya keçir. Və doğru cavab D variantı. E variantı planned. ED'si yoxdur, ona görə E getdi. 192-yə baxaq. 192-də yenə seçirik doğru formanı. Ümumiyyətlə just görürüksə, just indiki bitmiş zamandır. He, she, it-nə də biz has veririk. Bura was verib yanlışdır. Bura təkcə just finish verib səhvdir. D variantı have verib səhvdir. Qalıram C ilə N arasında. E variantında da ed verməyib. Ona görə yanlışdır. Qalır C variantı doğru. 193-ə baxıram. 193-də yenə baxıram parents veribdir. Artıq burada cəmdədir. Cəmdədirsə mən have işlətməliyəm. Ona görə və indiki just da baxıram ki, mənə deyir ki, indiki bitmiş zamanın doğru formasını ver. Ümumiyyətlə was işlənməz indiki bitmişdə. Daha sonra baxıram mən A variantına. Live veribdir. Artıq mən participle to-ya left-ə keçirtməliyəm. A da getdi. B variantı təkcə just verib yanlışdır. D variantı my parents valideynlərim cəmdədir. Has olmaz. Doğru cavab olur. E variantı have just left. Yenə dostlar baxıram ki, we veribdir. Okay. Və mənim just'ım var. Just varsa mənə deyir ki, indiki bitmiş zamandır. A doğrudur. Have just learned. B variantı təkcə just learn veribdir. Yanlışdır. Daha sonra C variantı. Bitmişdə ümumiyyətlə were işlənmir, əmizar işlənmir və orada we-dir. We ilə has işlənmir, have işlənir. Daha sonra 195-ə gəlirəm. 195-də baxıram ki, yenə just varsa indiki bitmiş zamandır. İndiki bitmiş zamanda dostlar was işlənməz. Təkcə just by verib. Bu da yanlışdır. Bunun has-i have olmalıdır. He ilə də have işlənmir. D variantı getdi. Qalıram C ilə N arasında. By da keçmişdə bought olur. Yəni bitmiş formasında bought biz verməliyik. Olur C variantı bought. Dostlar, indi 196-ya baxaq. Today veribdirsə, this week, this year veribsə, deməli indiki bitmiş zamandır. Mən didn't verə bilmərəm. Bu keçmiş sadə zamandır və didn't inkarını, sualını didn't verirəmsə, speak formasına keçməlidir. Spoke-a keçməli deyil. Ümumiyyətlə bunu da deyirəm, yadınıza saxlayın. Daha sonra today indiki bitmişdir. Mən də was keçmiş zaman verə bilmərəm. Daha sonra am, is, are verə bilmərəm. Daha sonra baxıram nəyə? A ilə has işlənmir, have işlənir. Doğru cavab olur B variantı. 197-yə baxıram. Yenə mənim today'im var. Today mənə deyir ki, indiki bitmiş zamanı get götür. Nə gözəl. Və B variantı keçmiş sadə zamandır və keçmiş sadə zamanda right-ə keçməkdir. İnkarını didlə, sualını didlə verəndə right formasına keçməlidir. B getdi. C keçmiş davam edici zamandır. Today amma indiki bitmiş zamandır. Daha sonra baxıram nəyə? She ilə mən nə işlətməliyəm? She ilə have işlətmərəm. Gedir. Has işlədirəm. Və mən sizə nə demişdim? Right da artıq bitmiş formasına keçməlidir. Written formasına görə A da gedir, qalır E variantı. Daha sonra 198-ə baxırıq. 198 mənim today'im var burada. Today görürəm. Today hansı zamandır? Today bilirsiniz ki, yenə indiki bitmiş zamandır. We ilə də mən have işlədirəm. Doğru cavab A variantıdır. B variantı indiki sadədir getdi. C variantı keçmiş davam edicidir getdi. D variantı keçmiş zamandır, amma keçmiş zamanın inkarını didlə verəndə ümumiyyətlə play formasına keçməlidir. Played olmalı deyil, played qalmır. Yəni bunu da deyirəm, yadda saxlayaq. E variantında amma played, bunun idisi yoxdur. Yəni participle to-ya keçməyib. Ona görə doğru cavab A variantı olur. 199-a gəlin baxaq. Yenə today görürsənsə indiki bitmiş zamandır. Teacher-də təkdə olduğuna görə has verirəm. Doğru cavab olur B variantı, has given. İndi A variantı keçmiş zamandır. Keçmiş sadə zamandır. Və artıq give formasına keçməlidir bu inkarı sualı dillə verindiyimdə.
Nə olur? İnkarı sualı keçmiş sadə zaman didlə verirəm və artıq bu give olur give. Gave olur give formasına çevrilir. İndi gəlin baxaq digər suala. Yaxşı. B variantı düzdür. C variantı keçmiş davam edici zamanında nə əlaqə? D variantı teacher təklədə have işlənməz. E variantı artıq bu given formasına çevrilməli idi. Yəni participle to-ya çevrilməlidir. Ona görə E variantı səhvdir. Doğru cavab B variantı olur. 200-cü testimizə baxaq dostlar. My dad deyir. Mənim atam deyirsə təkdədir və today. Today də indiki bitmiş zamanın zaman zərfidir. Və bu A variantı indiki davam edici zamandır. A getdi. B variantı indiki sadədir, getdi. C variantı keçmiş davam edicidir, getdi. Qalıram D ilə N-in arasında. Mənim atam da təkdədir deyə D vermərəm, olar E variantı. Has called. Ümumiyyətlə he, she, it-lə mən has verirəm. 201-ci testə baxaq. Dostlar, deməli yet var. Yet indiki bitmiş zamanında işlənir və indiki bitmiş zamanın inkarında və sualında. Və biz baxırıq ki, bu sual cümləsi deyil, inkar cümləsi kimi işlədəcəyik və aynı anda have işlənir. Olur D variantı. A variantı did keçmiş sadə zamandır. B də keçmiş sadə zamanın inkarıdır. C indiki sadə zamanın inkarıdır. E variantı gələcək zamanı. Doğru cavab D variantı olur. İndi 202-yə baxaq. 202-də də yenə yet var. Yet varsa və she ilə də mən has işlədirəm. Have işlətmirəm, getdim. Baxaq indi. A variantı indiki sadədir, getdi. B variantı keçmiş sadədir, getdi və keçmiş sadədə idi burada düşməli idi. Və D variantı participle to olmayıb, yəni packed idisi bunun yoxdur. Ona görə D də gedir, qalır C variantı və she ilə də biz has işlədirik. 203-cü testə baxaq. Yenə yet veribdir. Yeti biz harda işlədirik? Yeti biz indiki bitmiş zamanda işlədirik və indiki bitmiş zamanın baxıram ki, inkarında işlənməlidir. C ilə də A variantı haven't olur. B variantı didn't olmaz. C variantı indiki sadədir, getdi. D variantı yenə keçmişin sual formasıdır. E variantı yenə bu nədir? Burada Z ilə biz hasn't işlətmirik, haven't işlədirik. 204 yenə yet veribdir. Yet indiki bitmiş zamanda işlənir və indiki bitmiş zamanın sualında və inkarında işlənir. Doğru cavab D variantıdır. Çünki niyə V ilə biz haven't işlədirik? E variantı hasn't olmaz. Don't indiki sadədir. Didn't keçmiş sadədir. A variantı yenə keçmiş sadə zamanda. 205-də yenə yet veribdir, sual işarəsidir. Sual cümləsinin indiki bitmiş zamanıdır. Yəni indiki bitmiş zamanın sual formasını biz verməliyik. Doğru cavab A variantı olur. Çünki biz have-lə, yəni you ilə have işlətməliyik. D variantı has işlədə bilmərik. He, she ilə has işlədirik. B variantı keçmiş sadə zamandır, amma so artıq C formasına keçməlidir. Bunu deyirəm, yadda saxlayaq deyə. E variantı mən indiki sadə zamanın sualını do ilə verəndə ümumiyyətlə sin bitmiş zamandır. Yəni biz C verməliyik. C variantı yenə indiki sadə zamandır. Doğru cavab A variantı olur. Ümumiyyətlə yet indiki bitmiş zamanda işlənir. Təbii ki, keçmiş bitmiş zamanda da işlənə bilər. Yəni bu danılmayan bir faktdır. Çünki zamanlar, zaman zərflərinin işlənmə xüsusiyyəti biraz fərqli olur. 206-ya baxıram dostlar. Yenə mənim just'ım var. Just mənə deyir ki, get indiki bitmiş zamanın tap yerinə qoy. Mənim burada complicated, yəni ikinci feilim var. Təbii ki, deyəsiniz, ay müəllim, have, has üstə gəlsin participle to. Bəs participle to hardadır? Yəni feil sifət 2. Belə deyim, feilin 3-cü forması. Uşaqlar deyir, burada. Cümlənin içində. İndi mən didn't verə bilmərəm. Keçmiş sadədir. Mən have just olur. Yəni just have olmur. B ona görə getdi. C variantı aynen has işlənmir, have işlənir. E variantı yenə aynen have işlənir, amma just have-in önünə keçə bilməz. Have sonra just gəlir. Doğru cavab D variantıdır. Daha sonra dostlar 207-yə baxaq. Yəni bu da yenə indiki bitmiş zamandır. Sent cümlənin içindədir, yəni feil cümlənin içindədir. Mən indi baxacağam nəyə? Just have olmaz ümumiyyətlə. She ilə də biz has işlədirik. B variantı doğrudur. C variantı bu have olmalıdır. Yəni has olmalıdır. Have ola bilməz. Ona görə getdi. D gələcəkdə olmaz. E yenə biz keçmiş sadə zaman verə bilmərik cümləmizə. Doğru cavab B variantı olur. 208-ə baxaq. Yenə arrived feil
cümlənin tərkibindədir. Yenə indiki bitmiş zaman verməliyik. We ilə haven't işlənir. A variantı keçmiş sadədir gedir. B variantı have just olur, just have ola bilməz. C variantı we ilə have işlənir, has işlənmir. E variantı indiki sadə zamanda getdi. 209-a baxırıq. Yenə mən baxıram both cümləmdədir. Mənə bitmiş lazımdır. A variantı indiki zamanın məhculu kimi vermək istəyiblər, amma just indiki bitmiş zamandır. A getdi. Daha sonra B variantı ümumiyyətlə has just olur. Just has ola bilməz. Just nəvədir, əvədir. Köməkçi ilə əsasın arasına girir. E variantı doğrudur. Çünki my dad he deməkdir. He ilə də biz has veririk. C variantı have ola bilməz. D variantı did olmaz. Yenə 210-a baxıram. Mənim finished var. Finish nədir? İndiki bitmiş zamandır. Burada didn't olmaz. Daha sonra just have olmur. Have just olur. Belə getdim. Daha sonra z ilə biz has vermirik. Deməli z ilə didn't, did. Yəni did ümumiyyətlə keçmiş sadə zamanda olmaz. Doğru cavab A, C variantı olur. Have just finished. Ümumiyyətlə dostlar, he, she, it ilə biz has veririk. Biz have z ilə, you ilə, we ilə have veririk. He, she, it ilə has veririk. Bunu yadda saxlayaq. 211-ə gələk. Daha sonra uşaqlar baxırıq yenə spoken veribdir. Deməli nədir? Mənim already-mi də mənə göstəribdirsə, mənə deməkdir ki, get indiki bitmiş zamanı tap. We gələcəkdə olmaz. Ayla has olmur. Sonra yenə ayla has olmur və already has-in önünə keçə bilməz. Ayla have already düzdür. B variantı already have yox, have already olmalıdır. Getdim. Daha sonra dostlar this morning gördünüzdə, ümumiyyətlə this morning, this evening, this gördünüzdə bu indiki bitmiş zaman deməkdir. Əsas feilim, yəni watered cümlənin tərkibindədir və mən she ilə has verirəm və A variantı yanlışdır. Plus da ki already have-in önünə keçə bilməz. Yenə B variantında already has-in önünə keçibdir, getdi. C variantı she ilə have vermirəm. D variantı has doğrudur. E variantı did keçmiş sadə zamanda olmaz. 213-ə baxıram. Mənim cleaned cümləmdədir. Deməli yenə bitmiş verməliyəm və my brother təkdədir. Mən has verirəm. Doğru cavab D variantıdır. Digər variantlarında izahını verirəm. Did ümumiyyətlə keçmiş sadə zamandır və mən bitmişdə did istifadə etmirəm. B variantında already, yəni has already olur. Already has olmaz. C variantında have already yox. Yəni ümumiyyətlə have already doğrudur, amma my brother ilə have işlənmir. Yəni C buna görə gedir. D doğrudur. E variantında da already have verib. Ümumiyyətlə have already olur. My brother ilə də ümumiyyətlə have işlənmir. Has işlənir. Brother təkdədir. 214-ün izahını verək. Yenə given cümləmdə var. Məndən yenə nə istəyir? Mənə deyir ki, get bitmişi tap. Deməli, coach təkdədir və mən has already verirəm. B doğrudur. A variantı already has verib, yanlışdır. C variantı ümumiyyətlə coach təkdə olduğuna görə has işlənməlidir. Burada have-dir, yanlışdır. D variantında yenə have, yəni bax, have already olmalıdır. Yəni burada ümumiyyətlə quruluş səhvdir. Already have-in önünə keçibdir. Coach-la da has işlənməlidir. D də getdi. Ümumiyyətlə burada will already veribdir. Will already, yəni bu gələcək zamandan already zaman zərfi işləmir. Bu indiki bitmiş zamana aiddir. 215-də yenə today veribdir. Today indiki bitmiş zamanın zaman zərfidir. İndiki bitmiş zamanın zaman zərfidir və mən I ilə have işlədirəm və already have-in önünə keçmir. B doğrudur. Bax, have already vermişəm. C I ilə has işlənmir, have işlənir. D keçmiş sadə zamanın yəni belə keçmiş sadə zamanı belə izah edeyim də, yəni sualın inkarını didlə verirəm. Amma mənim burada indiki bitmiş zaman lazımdır. İndiki bitmiş zamanında have ilə has ilə düzəldirəm. D də getdi. Will də gələcəkdir. Already ilə də will işlənmir. 216-cı testə baxaq. Next month. Ümumiyyətlə next month, məsələn next Saturday, məsələn gələn 6-cı gün deyirsə, məsələn next month deyirsə, gələn ay deyirsə, bu gələcək deməkdir. Mən gələcəyi həm to be going to ilə verirəm, həm will ilə verə bilərəm, həm də davam edici zamanı əmzər plus ing ilə verirəm. Doğru cavab 1.
2, yəni are going to play, will play, digər play indiki sadədə, played keçmiş sadədə, bir də are playing. Nədir? Mən demişdim ki, mən gələcək anlayışı bildirmək istəyirəmsə, ya to be going to be going to be going to be going to'nun da açması am, is, are, going deməkdir. Going to-dan sonra da sadə bir fiil gəlir. Peki? Going to-dan sonra da məsəl üçün mən verirəm come. Yəni istədiyin sadə bir fiili verə bilərsən. Bir də ki, mən verirəm am, is, are. 217 yenə this weekend deyir. Bu həftə deyir mənə. This weekend deyir mənə. Bu həftə deyir. Weekend bu həftə sonu. Ümumiyyətlə yenə bu da gələcək anlayışı bildirir. Və mən bu zaman am, is, are going verə bilərəm, will, shall verə bilərəm, bir də to be going to 5-i verə bilərəm. Daha sonra 218-ə baxıram. Next Friday deyir. Next Friday gələn 5-ci Friday, 5-ci gün deyir. Və yenə mən gələcək anlayışını, bax, we ilə are işlənir, düzdür. Yəni davam edici zaman, indiki davam edici zaman, həm də gələcək anlayışı var onun tərkibində. Sonra will verirəm. Will, shall. Daha sonra baxıram ki, to be going to yoxdur. Have sadə zamandır, indiki sadədir. Had keçmiş sadədir. Having də ki, ümumiyyətlə bunun əmizarı yoxdur. 219-a baxıram. This summer, bu yay deyir. Biz deyir, misal üçün, are traveling. Səyahətə gedəcəyin Almaniya bu yay deyir. Yəni, bu yay səyahətə gedəcəyin. Bir düzdür. Yəni, əmizar. 2 sadə zamandır, getdi. 3 gələcək zamandır, səyahət edəcəyin deyir. 4 keçmiş sadə zamanda olmaz. Bir də 5 planlaşdırılmış gələcək zaman əmizar going to ilə verilir. This evening. Təbii ki, siz deyəcəksiniz ki, ay müəllim, bəs siz demədiniz ki, this gördüksə biz indiki bitmiş veririk. Uşaqlar, indiki bitmiş verə bilərsiniz. Amma bu həftə deyirəmsə, yenə bu həftənin içində gələcəkli anlayışı var. Plus da ki, zaman zərfləri bizə konkret, bəzən bir zaman zərfi bir neçə yerdə. Məsələn, at the moment mən deyirəm ki, həm indiki davam edici də verə bilərsiniz, həm keçmiş davam edici zamanda verə bilərsiniz. Və yaxud da sən yeti həm indiki bitmiş zamanda verə bilərsən, həm keçmiş bitmiş də zamanda verə bilərsən. Yəni, deməli, birinci də gələcək zaman deyirəm ki, I'm going to read a book this evening. Məsələn, bu evening, bu axşam deyirəm ki, bu evening, bu axşam mən o kitabı oxuyacam deyirəm. Yəni, kitabı oxuyacam. Bir olar. Read keçmiş zamanda olmaz. Will read, oxuyacam, düzdür. Bir də bu da am, is, are going to, am, is, are going. Am, is, are. Məsəl üçün, baxın, bir də am, is, are going, 2 will, 3 to be, yəni am, is, are plus ing. 4. 1, 3, 4. 224-ə baxıram, 221-ə baxıram. Next month, yəni bu da gələcək anlayışı bildirir. Gələcək anlayışı bildirəndə mən am, is, are plus ing verə bilərəm, to be going to verə bilərəm və will, shall verə bilərəm. Doğru cavab 1, 2, 3. 222-yə baxaq. Tomorrow var yenə. Tomorrow varsa gələcək zamandır. Have indiki bitmiş zamanda getdi. Am, is, are going to planlaşdırılmış gələcək zamandır. Will sadə gələcəkdir və yenə am, is, are plus ing bu özü də gələcək anlayışı bildirən bir quruluşdur.